İnstitut Oma'daydı. Oradan Ramil'le meşgul olmuşam. Ahıra kadar da meşgulam. Gelini gelennəsə də məşğul olacağam, Allah qoysa. Ramil yadında necə qalmış Allah'ımdan? Bir gülməli hadisə, nəsə bir şey var. Su dalınca göndərmişdi. Çok best. Mən Ramillə uşaq olanda həmişə qavqalarla keçirmişdim. Ancaq o yox deyə bilərəm. Uşaqlıqda çox qavqa edirdik, amma ondan sonra çox yaxın olduq. Qavqa eləmədik. Ondan sonra Ramil həmişə mənə qulaq asır. Nəsə bir çətinliyim olanda, ya da nəsə məsləhət alıram ondan, mənə kömək eləyir. Və məni mühakimə eləmir heç vaxt danışanda. Niyə belə elədin, niyə elədin? Həmişə də qulaq asır, axıracam və məsləhətini verib həmişə belə sakit şəkildə mənə şey eləmir. Dur. Ramil hakkında ne? Mən Ramil'i çox istəyirəm. Məsəl üçün 2-3 gündən çox olanda mən də darıxıram. Məsəl üçün o qədər də aramızda məsəl üçün kimsə olmasa da, yəni nə qədər danışmasa, yenə də mən darıxıram. Mənim ürəyim çəkir Ramil'də. Ben demek istedim ki ben Ramil'e bakanda hemşe ben böyle Ramil sakit olanda, şey olanda böyle ruhani Allah'ın kişisi kim özüne falan da haşır söyletiyorum. Diye göre çünkü hususi böyle biz hemşe Ramil'e lütfiyer koyup da haşildi bu haşil. Yani ne için değil bana yani ki yumuşaktı, helimdi Ramil. O əlimi dalanda çox bütün xarakteri də var. Sizin eviniz hazır olsun, bir yerde getireceğim. Yoksa sen geciktir ha. Ha, bir yerde getirersen. Sayın Tarihe düştü abi de iyi biçir olacaq. Ben demek istedim ki ben çok hakikaten ben indi anayım da bazen hisslenirim şey deyirəm ama ben belə baxanda biz atanla da çox danışmışıq bu barədə ki biz ümumiyyətlə biz uşaqlarımıza baxanda biz Allah'a qabağında yani bize Allah verir ve biz də istəyirik ki səni elə yetişdirək ki Allah'a təhvil verir biz sənə. Mən həmişə bir duam var uşaqlarım çünki məni sevməsələr də olar amma Allah'ı həmişə sevsinlər, Allah'ı axtarsınlar. Mən həmişə onu istəyirəm. Mən heç vaxtı başka əlahiddə bir şey istememişim uşaqlarım üçün. Allah'a həmişə sözcü dua edirik. Onu bil ki ata, ana həmişə sadəcə dua edir. Həmişə, hər gün. Və çox sağ ol ki sən varsan. Böyle düjurne sözler değil ki ben doğrudan da fəxr edirəm. Nəyə görə fəxr edirəm? Ona görə ki necə ki mən əvvəl demişdim. Heç bir polisdən, heç bir məktəbin müəllimindən, məktəbin direktorundan heç bir şikayət gəlməmişdir bizə. Və mən kimdən eşidirəm, öz dostlarımdan, tanışlardan müsbət şeylər eşidirəm Ramil haqqında. Və ona görə mən bunu fəxr edirəm. Amma ən birincisi odur ki o Allahın dalınca gedir. Ona görə ki mən görürəm ki o Allahı istəyir, sevir və Allaha xidmət edir. Və bu mən düşünürəm ki hər bir valideynin ən böyük sevincisidir. Görəndə ki o uşaqları Allahın dalınca gedir. Allahı birinci yerə qoyur. Onda elə bil ki mən ən böyük arzum yerinə yetirildi. Ha, Ramil. Sağ salamat git. sağ salamat gel inşallah. Allah. Mahrum olma ha yani. Ay ürəyim var. Hamiye çatınca yarı bileceğim dur da. Тетя, ну что ты скажешь Рамилю? Что ты пожелаешь ему? Я ему все пожелала, да. Он умный мальчик, все будет нормально. Her şey yaxşı diye aparar özünü orada. Все хорошо будет. Hiç kiminle baş koşmaz delilerle. Дай Бог здоровья. Sağ salamat git gel. Amin. İnşallah. Nene çok.
Şahin. Telefon koy kırağa vurur. Şu. Ben siyahı içinden. Mesela bize ne dedi? Cümse ben zayıflar. Zayıflar. Ahırınızda ne dedi? Fırınızda ne dedi? Fırınızda görsen rahat ol. Gayet yaptı onu. Ramil. Ağlamıyor, ana var, ağlamıyor. Benderi yaptı onlar kalır. Bunun gibi yaptı benderi. Ramil! 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 Bak buraya ama bak. Esra geldi gel buraya. Ha Ramil. Hayatkilerden Ama bu sümkağa koyarım Ramil'e. Ramil. Şimdi limanı. O birisi ana, o birisi. Kepku ana yata. Değerli öde. Gələn bir aydan bir gələcəm Ramil. Mən tez gələrəm. Bunsuz gəlsəm tez gələrəm, tez gələrəm. Ya tez gelmek de lazım deyirsən. Kəlamı açdım. Şey vardı məndə də. Var kitabı o, yoxsa kitabı şey mi? Hissələr var. Açdım, o bir dənə yer vardı. Tanrının lütfü böyük. Sonra çıxdım sığınacaqdan başladım kömək eləməyə. Belə. Nə deyirsən Ramil? Seyid ağa gəlsən. Göstərmə nə deyirsən? Salam deyir də. Efe bilməyənlər yerini öpülmədi. Efe bilməyənlər yerini. Canım benim. Görürsünüz. Ramil yaxşı olacaq hər şey. Bilirsən nəyə görə yaxşı olacaq? Ona görə ki, Romalıların 8-28 var. Bilirsən nədir o Romalıların 8-28? Ha? Hər şey bizim xeyrimizədir. Hər şey. Onu sevənlərin üçün, seçilmişlərin üçün hər şey xeyrimizədir.